Zülfiyə, salamlayıram səni. Artıq növbəti podkastımız bu gün baş tutacaq. İkimizə də uğur arzulayıram. Nəyə görə uğur? İstəyib də demək istədiklərimiz var da, Bəli. onu həqiqətən də auditoriyamıza böyük həvəslə, coşğu ilə, o hədəfə çatan insanlar olur. Belə deyir, sən bunu bacardın. Yəni həqiqətən bu podkastı niyyət edirəm və ümid edirəm ki, belə öhdəsindən gələ biləcəyik. Mən sizə məsləhət görürəm ki, izləyicilərimiz olsun, dinləyicilərimiz olsun, bu gün ən aktual mövzulardan yenə birinə toxunacağıq. Onu qeyd edeyim ki, əslində biz bu mövzuları efirə çıxartmamışdan öncə biz sorğu aparırıq. Məsələn, yeniyetmələr olsun, gənclər olsun və müəyyən yaş kateqoriyalı insanlar arasında onları daha çox narahat edən mövzular hansıdırsa, biz çalışırıq o mövzular üstə işləyək. Bəli. Və bir də bir şey qeyd edeyim ki, biz əvvəldən heç bir hazırlıq eləmirik. Yəni Qumru xanımla bir yerə gələk və yaxud hansısa bir sual-cavab elə şeylər olmur. Əsl Bizdə hər şey bəli, veririk. spontandır. Mövzu adı bizə bəlli oldu. Hətta yadıma gəlir bu ideya bizə necə gəlmişdi. Oturmuşduq deməli bir yerdə çay içirdik. Qəşəng, həqiqətən fikir verdin, saatlar necə keçdi. Hər şeydən danışdıq və dedik, niyə də bunu biz aramızda eləməyək, təkcə bizim aramızda yox, bizi sevənlər, bizim auditoriyamızın da arasında geçsin bu müzakirələr və bir növ öz ideyalarımızı, fikirlərimizi, yolculuğumuzu, həyat təcrübəmizi belə deyim, sosiala gətirmək. Mövzumuz nədir? Mövzumuz biliyi və bacarığı pula çevirməyin müasir yolları. Görün nə möhtəşəmdir. Mən əminəm ki, bu elə təlimə bərabər bir podkast olacaq. Necə düşünürsən? Elə olacaq. Çünki düşünürəm ki, çox insanların bu yaralı yeridir. Hətta bizim öz yaralı yerimizdir ki, biz də öz auditoriyamıza, yəni əminəm ki, bizi dinləyən auditoriya ağıllı auditoriyada kütlədir. Eynən. Onlara deyəcəyimiz, ötürəcəyimiz özümüzün də təcrübədən keçirdiyimiz müəyyən biliklərmi deyək, dəyərmi deyək, bəli. Bunları çalışacağıq ötürək. Ona görə mən məsləhət görərdim ki, yanlarında bir qeyd dəftəri götürsünlər və qələm, çay kofelerini süzsünlər və aram-aram qulaq asmağa davam eləsinlər. Biz də elə belə qoymuşuq da güya. Deməli, Zülfiyə, ümumiyyətlə birinci olaraq belə bir informasiyanı vermək istəyərdim. Müasir dünyada, ümumiyyətlə əzəli və əbədi insanlar biliklərini, bacarıqlarını, yəni birinci onu deyək ki, yer kürəsinə gələn elə bir insan övladı yoxdur ki, elə bir canlı insan yoxdur ki, Allah yaradan, yəni Haqq Taala deyirlər də düzdür. Tanrı onlara hansısa ya bilik ya da bacarıq verməsin. Mümkünsüz bir şeydir. Bunu birinci olaraq hər kəs səliqə ilə bildi, qatlasın qoysun kənara. Aha, deməli məndə ya bilik var, ya bacarıq var. Gedim axtarım tapım görüm hansıdır. Bu mütləq vacib nüansdır. Bir görürsünüz, tez-tez konsultasiyalar edirik də, insanlarla bir araya gəlirik. Görürsən mən nə ilə məşğulam? Axı orada da biraz bilirəm, bundan da biraz bilirəm. Yox, elə də yaxşı alınmır. Yəqin sən də işləmiş olmarsan. Birinci bunu bilsinlər ki, mütləq var. Hətta fiziki hansısa bir qüsura sahib ola bilən bir insana belə Allah mütləq şəkildə bir bacarıq verib. Mütləq. Bu dəqiq düsturdur. Aksiomaları danışırıq da adətən. Tam artıq isbata ehtiyacı yoxdur. Karim deyil, dəqiqdir. Bunu bildinizmi, dəyərli izləyənlər, dinləyənlər? Keçirik indi ikinci nüansa. Yer kürəsində elə bir insanlar pulu nədən qazanırlar? İki məsələdən. Ya məhsul satışından, ya da xidmətin satışından. Yəni bütün bəndi bəşər bunun üzərində qurulubdur. Ya məhsulu satacaqsan, əlindəki hansısa bir məhsulu, qələmi satırsan, bloknotu satırsan, bunu satırsan, yəni meyvə satırsan, yəni əşya. Bir də biliyi satırsan. Bəli. Bilik biraz yaralı yerimizdir, ondan danışarıq. Eyni. Yəni ikinci məsələ budur ki, baxın görün, mən məhsul sektoru üzərindən gedim, yoxsa hansısa xidmət sektoru üzərindən gedim. Yəni yer kürəsində bütün insanlar, bəşəriyyətdə bizimlə eyni yerin, yəni kürədə də yaşayan bütün insanlar ya bilikdən pul qazanır, ya da daha doğrusu satışdan məhsuldan pul qazanır, ya da xidmətdən. Ya məhsuldan, ya da xidmətdən. Bu 100% dəqiqdir. İkinci bunu müəyyən edirsiniz. İkinci dəqiq düstur getdi sizə informasiya olaraq. Sonra Zülfiyə nə əlavə etmək istəyir? Mən belə sualla başlayardım Qumru xanım. Həmişə mənim düşündürən bir sual olub. Bəli. Bu yolculuğa başlamamışdan öncə də həmişə özümə verdiyim bir sual var idi ki, nəyə görə məhz bax bəzi insanlar bildiklərini qazanca çevirə bilirlər? Amma bəzi insanlar sadəcə olaraq məlumat daşıyıcısı olurlar.
uzun müddət demək olar ki, bu istiqamətdə çox araşdırmalar apardım. Həm müasir dövrün, həm kitabda yazılanları və başa düşdüm ki, bəli, biz indi artıq elə dövrə gəlib çatmışıq ki, insan tarixinin deyərdim ki, ən paradoksal dövründə yaşayırıq, ən paradoksal erasında yaşayırıq. Bilirsiniz nəyə görə? Ona görə ki, bilik doğrudan da həqiqətən o qədər çoxdur ki, bilik bizim artıq cibimizdədir. Yəni əl çatandır, bəli. Bu bilik əgər bizə hər şeyi verərdisə, biz niyə zəngin olmağı bacarmırıq? Söhbət oxuduğumuz bilikdən gedir də. Yəni əvvəlki dövrdə məsələn hansısa bir bilik əldə etmək üçün 100 illər bundan öncə gedirdin ən böyük universitetlərin kitabxanalarına və orada hansısa bir araşdırmanı aparırdın. İndi bizə nə lazımdır? Bizə bir telefon, bir internetə çıxış və saniyələr içində o məlumat ovucumuzun içindədir. Düzdürmü? Demək ki, bu məlumatları biz başımıza yığmaqla qazanc əldə edə bilmirik ki, çox insanlar hələ o zənginliyin açarını tapa bilməyiblər, uğurun yolunu tapa bilməyiblər. Burada belə bir sual yaranır. Bəs onda informasiyanın əlçatan olması niyə insanı zəngin etmir? Çox araşdırma apardım və belə bir məlumat qarşıma çıxdı. Həqiqətən sonra bunu öz bilgilərimlə də dəyərləndirdim ki, söhbət əgər 21-ci əsrdən gedirsə, demək ki, 21-ci əsrin əsas qazancı sadəcə bilik deyil, dəyər yaratmaqdan ibarətdir. O tez-tez eşitdiyimiz kəlmə var, bəlkə də indi izləyicilər də deyir ki, da bizmişik bu sözü eşitməkdən dəyər, nədir bu dəyər? Amma əminəm ki, bəli, əminəm ki, onun doğrunun, düzgün açılışını başa düşsələr, dərk eləsələr, bayaq sizin dediyiniz var, dediniz ki, Allah Taala həqiqətən hər bir kəsə bilik, potensial, bacarıq verib. Sadəcə o daxili potensialı kəşf etmək lazımdır, üzə çıxarmaq lazımdır. Bəzən o insanlara mütləq ki, bir bələdçi lazımdır. Çünki özümüz də bu yoldan keçmişik. Nə olsun ki, mən də bəlkə yaşımdan çox onu vursaq, bəlkə nə bilim, onun kubu kvadratı qədər kitab oxumuşam. Amma yəni mentorluğa başlamayana qədər mən onları heç bir yerdə tətbiq edə bilmirdim. Yəni bir yol axtarırdım. Həmişə bax bu araşdırmaları aparırdım, görürdüm ki, mən bilirəm də, amma bir içimdə hiss var idi ki, mənim bir yerdə ilişdiyim bir hissə var. Bax mən nə etməliyəm ki, onu dəyərə çevirməliyəm. Çünki psixoloqların da özlərinin məsləhəti var. Həmişə psixoloqlar deyir ki, insan heç bir zaman məhsulu almır. İnsan insandan o dəyəri alır. İnsan insandan o ümidi alır. Eynən. Bəli, gələcəyini qurmaq üçün hansısa bir ağıllı şəxsdən onların təcrübələrini alır. Əla yerə toxundun. Əslində insanlar nəyi satırlar? Təcrübələrini satırlar. Birinci olaraq mən yəni bu neçə illər ərzində qarşılaşdığım və həqiqətən də məni incidən bəzi məqamlar danışmaq istəyirəm. Məqamlar nədən ibarətdir? Bizdə həqiqətən də məhsula, məsəl üçün bayaq dedik axı, iki cür maliyyəni əldə etmək olur. Ya məhsulun satışından, ya da xidmətin. Bizim ölkədə məhsulun satışından, yəni insanlar okeydir. Yəni qaydasındadır hər şey. Gedəcək, pulunu verəcək, alacaq. Ev əşyasından tutmuş, restoran, kafe, nə bilim, fast food, hər şeydə, yəni istənilən və hətta çox üstünlük təşkil edir. Markalar, marka yarışı, bundan geyindim, onu alım, bu birisini alım. Ehtiyac da deyil əslində, amma alır. Yəni gözü gördüyü bir şeylərə inanır. Amma bizim ölkədə xidmət sektoruna gələndə ödənişsiz. Hər şey ödənişsiz olmalıdır, aşağı dəyər. Şəxsən mən bir Azərbaycanlı xanımı olaraq, ümumiyyətlə şəxsi inkişaf və brendinq yönümlü bildiklərimi insanlara ötürən bir necə deyim, insan olaraq, mütəxəssis olaraq bu məni çox ciddi narahat eləyir. Və həqiqətən də baxırıq ki, bizim ərazimizdə, ölkəmizdə bu sahə inkişaf eləməlidir. İnsanlar bilməlidirlər ki, 5 manat verib aldığın hansısa bir məsəl üçün, nə deyək, bir bloknot və yaxud da hansısa bir qida, bunu yedin. Bu səni mədən üçün, nə deyirlər, bədənin üçündür, yəni tox saxlamağa xidmət edir. Amma buran boşdur və sən davamlı gəzirsən ortalıqda. Eyni zamanda da deyirsən ki, niyə belədir? Xidmətini təklif edən insanlara da çox qəribə bir rişxəndlə baxırsan, aqressiya yalan yanaşırsan. Hətta sanki elə o sənin bütün nəsli və hər yerə borcludur, yəni bu tərzdə. Mən bununla çox qarşılaşıram. Və sözün əsl mənasında bizi dinləyənlərə demək istəyirəm ki, əgər sən eyni yerdə davamlı əziyyət çəkirsənsə, inkişafa getmirsənsə, dolanırsan, yəni hərlənirsən, fırlanırsan, eyni yerdə nöqtə, yəni artım yoxdur da. Deməli get bax gör ki, bunu eləyən insanlar sənə təcrübələrini ötürəcək də nə deyirsə onu et. Və buna xərclədiyin pulu itki kimi görmə.
Bu mənə çox ciddi, həqiqətən də heç sevmədiyim bir tərəfdir. İnsanlarımız xidmət sektoruna çox dırnaqarası yanaşır, çox səthi yanaşır. Baxın, məlumat biznesi dövründə yaşayırıq. Yəni ağızdan ağza ötürülən informasiya dövrüdür. Əslində istənilən bir adam bilməlidir ki, yer kürəsində hər şey kəşf olunubdur. Nə isə kəşf eləməyə ehtiyac yoxdur. Sadəcə iki vacib əmsal var. Biri fərq yaratmaq, digəri dəyər yaratmaq. Məsəl üçün, fərq yaratmaq. Bunu dəfələrlə biznes kitabları oxuyan insanlar görə bilər, müqayisəli təhlillər. Necə tutaq ki, gedirsən, yol qırağında inəklər gördün, birinin rəngi bənövşə idi, şoka düşürsən. Telefonunu çıxardıb çəkirsən, ay aman filan kəs bax. Yəni fərqli bir şey gördün. Bunun mahiyyətini dərk edən auditoriya, dünyada dərk edən 20% zaten peşəkar səviyyədə hər şeyə rəğmən bunu etməyə başlayır. Düzdürmü? Yerdə qalan 80% o fərqliliyi başlayır rişxənd eləməyə, lağa qoymağa. Hətta görürsünüz də postların altında hər formatı yazanlar var. Amma onlar oturub düşünmürlər ki, sən zaten onu getdikcə brendləşdirirsən, markalaşdırırsan və tanıdırsan. Hə. Özün də deyirsən ki, əşi, onun bildiyini mən də bilirdim. Başlayırdın müəyyən qədər o hər şeyi bilmə sindromu. Bayaq biz müzakirə elirdik. İnsanlarda özdə bizim xanımlarımızda, yəni biz xanımlarla işləyirik. Mən öz təcrübələrimi bölüşürəm də bu podkastlarda. Yəni hər şeyi bilirəm. Yaxşı bilirsən, sən niyə gecə-gündüz maliyyə sıxıntısı yaşayırsan? Məsəl üçün, bilirsən, niyə xəstələnirsən? Niyə sağlam zehniyyətə malik deyilsən? Niyə davamlı münaqişələr, problemlər yaşayırsan? Niyə üzün gülmür? Niyə üzünün o alnının qırışları, yəni də qaşların arasında olur, açılmır? Nəyə görə? Çünki bilirəm deyilən bir şey yoxdur. Bir insan övladı bilirsə, o elə həmin gün öldü. Yəni nə deməkdir? İnsan özünə arxayınlaşmağa meyilli oldusa, məhvə məhkum olur. Elədir. Çünki biz bərabərik hüceyrəsəl olaraq nədir? Hərəkət, orqanlarımız, davamlılıq, bütün hərəkət, inkişaf. hansı orqan deyir ki, mən istirahətə, məzuniyyətə çıxıram? Yəni bu necə ki, bədən sistemi ən ideal sistemdir də. Milyon dənə alim araşdırsan, o da sənin mənim kimi bir insanlardır. Və yaxud da bir görsən fərqli-fərqli Amerikan filan universiteti, bəhmən şeyi. Zaten sən elə öz bədəninə və ritminə bax gör ki, yatdığın anda belə sistem işləyir. Hə, buradan artıq sistem gəldi. Sənin sistemin varmı? Məsəl üçün biznes dünyasında böyük pulları qazanmağa, götürməyə, bir marka olmağa, hamının dilində brend yaratmaq, brend yuxarı, brend aşağı, mahiyyətini açmaq lazımdır, bunu dərinləşdirmək lazımdır. Birinci bilməlisən ki, dünyaya necə fayda verəcəm. Bu faydalılıq əmsalını birinci podkastdan həmişə deyəcəyik. Çünki yer kürəsinə gəlməmisən ki, elə əlvin üstünə qoyub oturasan. Faydalılıq əmsalı necə fayda verir? Bilmək üstünlük deyil. Əlbəttə ki, bilirsiniz, bilik dövrü çoxdandan artıq keçmiş əsrlərdə qalıbdır. Çünki biz zaten Google-da pulsuzdur da, Google Chrome-a yazırsan bir dünya informasiya çıxarır. İstənilən platforma en sayda, düzdür. Amma müasir dünyada bilirsən insanlar nədən əziyyət çəkir? Bilgi kirliliyindən. Çoxlu informasiya. Və bu informasiyanın içərisində itibdir, azıbdır, tapa bilmir özünü, daxili iç səsi, aləm qarışıb bir-birinə. Deməli, nə edəcək? İki vacib məqamı dedik, istəyirik ki, səliqəyə salaq, düzdür. Birinci bildik ki, bilik, bacarıq mütləq məndə var. Hansısa birini təsbit eləməliyəm. İkinci olaraq baxmalıyam. Mən məhsulla həyatımda, belə deyim, dövriyyə yaradacağam, fəaliyyətimdə, gəlirlərə çevirəcəm, yoxsa xidmətimdə. İkinci buna baxdıq. Üçüncü, müasir dünyanın məndən istədikləri nədir? Üçüncü nədir? Üçüncü görünür olmaqdır. Fərq eləmir, məhsul satırsan, xidmət satırsan, nə qədər görünürsən, nə qədər müasir dünyanın dili ilə uyğunlaşa bilirsən, sistemi ilə uyğunlaşa bilirsən. Xanımlarla çalışırıq, brendinq mövzu, məsəl üçün, sosial media üzərinə gələndə hər formatda bəhanələr istehsal olunur. Komplekslər diz boyu, məsəl üçün, çəkim belədir, boyum belədir, üzüm belədir, saçım bu formadadır. Bu hələ sima olaraq. Sonra keçilir. İki kəlməni üst-üstə danışa bilmərəm və yaxud da yoldaşım qoymaz, filan kəs mənə lağ eləyər və eyni zamanda daxildəki də hansı ki bastırdığı, birdən hamı məni görər, birdən mənə lağ eləyərlər. Davamlı o ümumi bir fobiya da var da. Özün içində artıq öz həbsxanasını qurur öz sözlərinə. Amma belə olduğu təqdirdə sən mənə bir dənə tanınan insan göstər. Mümkün deyil. Hər birimiz bu həyatda çox yaxşı bilirik ki, iki şeyin dalınca gəlmişik. Elə bir insan olmasın ki, desin ki, yo, mənə lazım deyil.
Biri tanınmaqdır, biri də yəni yaxşı pul qazanmaqdır. Yəni biznes tərəfindən danışsaq, şəxsi inkişafla paralel biznes tərəfindən. Hər kəs istəyir ki, yüksək həyat standartına sahib olsun və istənilən bir məclisə gedəndə hamı onu yüksək, yəni başda oturtsun, qəşəng qarşılasın, desin o filan kəsdir, adı ilə tanısın. Bunu yəni əksini fikirləşən Elə insan ola bilərmi? məsələ iqtisadçılar özləri də həmişə vurğulayır ki, Bəli. pul məhz dəyər arxasınca gəlir. Dəyər Eynən. arxasınca gəlir. Əgər deyirsən bazarda böyük bir Hı -hı. dəyəri dəyişə bilirsənsə, sən daha çox böyük pullar qazanacaqsan. Bunu biraz aça bilərsənmi? Məsələn, ta ki bir indi bizi dinləyən birisi düşünə bilər ki, görürsən mən necə dəyər qazanım. Məsələn, bax iki adi müəllimi götürək də. Asa, elə müəllimlər üzərindən iki danış. müəllimi götürək. Bizim Baxırıq təlim- ki, iki müəllim, Aha. tutaq ki, indi mən tarix istiqamətindən deyim, eyni bilgiləri verir, eyni məlumatları Haysa, verir. Amma Mannadan baxır vurur, ki, Misirdən çıxır, bəli, hə. amma baxır ki, digər müəllim daha çox qrupları var, daha çox şagirdlərə ötürmə qabiliyyəti Haysa. var. Yəni dərsləri çoxdur, qazancı çoxdur. Başlayır özünün içindən yeməyə ki, görəsən bu niyə belədir? Amma bir tərəfdən də məsəl üçün bax onu öyrənmək istəmir. Bəzən olur. Onu görmək istəmir ki, bu nədir? Bax bunu araşdırım ki, bunun altında nə yatır? Onda Bilirsiniz gəlib- nə yatır? Aha. Onun ötürdüyü enerji, onun o qarşı tərəfdə yaratdığı şagirddə etibar. Yəni bir insan təkcə o bilgini satmır da. Bəzən insan özü özünü də satmağı bacarmalıdır ki, Əla yerə toxundu. bəli, O sözü uğur tez qazansın, yazın, dəyər danışacağıq qazansın. ondan. Bəli. Aha. Burada çox qəşəng bir söz dedin, fikrini tamamladın. Hə bir də bir Əla. kəlmə var. Bayaq siz Bəli. dediniz ki, orada məsələn məhsul satmaq məsələsi. Onu deyim ki, indiki bütün müasir dövrdə araşdırmalar göstərir ki, 21-ci əsrin ən böyük valyutası etibardır. Sən qarşı tərəfdə etibar yaratmağı bacarmalısan və İnam, güvən. bəli, inam, güvən, dəyər, insan sənə qulaq asanda və yaxud da insan səninlə bir yola çıxanda o mütləq ki, öz içində olan o problemlərinin deyək, bastırılmış bir duyğularının həlli yolunu tapmalıdır. Bəzən deyirlər ki, əşi sizin bildiklərinizi onsuz da süni intellektdə yazanda o məlumatları verir də. Bəli, mənim ən çox yanıqlı yerim odur. Məsələn, indi mən o hissələri ötürüm ki, başa düşsünlər ki, belə deyil də. İnsan hər yaşında öyrənir. Yəni qəbr evinə qədər biz öyrənəcəyik. Deməyək ki, mən bunu bilirəm və salam qutardı. Elə şey Maraqlıdır ki, yoxdur. süni zəkaya da gedirlər, ümumi topa cümlələrdir. Bəli. Olan qalan ağılda gedir əldə. Ağıl da gedir. Axı başa düşmür ki, bu mənə Çünki düzgün promptlarla da işləyə bilmirlər. yox, bu mənə məlumatı verir. Məlumatı baza kimi verir. Amma o hissi mənə ötürə bilir. Tətbiqi necə O edir? emosiyanı mənə ötürə bilir. Bu Yes. arada Harvard Biznes Məktəbinin alimləri araşdırma aparır və məlum olur ki, insan birinci emosiyalarını satır. Emosional satış. Bəli. Daha sonra məntiq işə düşür. Buna Bax deyirlər onu IQ, EQ. EQ bəli, onu emosional o bacarığı axı süni Gözlər intellekt aparmır. ala bilməz. Süni intellekt sənə onu hisslərlə istiqamət verə bilməz. O insan sənə istiqamət verə bilər ki, o təcrübəni yaşasın. Məsələn, mən tutaq ki, özümdən deyirəm. Mən birdən-birə bir günün içində demədim ki, mən mentor oluram. Mən o həyatı yaşamışam. Başa düşdünüz? Mən o həyatımda Yorulmalısan. yaşadıqlarımı, bəli, mən indi mənim yaşadığı hissləri olan insanlara ötürməyə çalışıram. Çünki bilirsiniz niyə? Bəzən deyir ki, hər sahənin adamı çoxdur da, koçlar, mentorlar. Elə deyil. Mən bu sahəyə gələndə bilirdim, bazarda bu sahədə olan insanlar çoxdur. Amma heç vaxt onu demək olmaz. Çünki sənin bildiyin bir şey, sənin bir toxunuşun başqasının bir duası ola bilər. Eynən. Bəli. Sən məsəl üçün onu ötürə bilsən, sənə hər gün əllərini açıb dua edə bilər. Nə qədər elə sizin mentorlarınız var. Çox xoşbəxtəm. Bu cəhətdən həqiqətən çox xoşbəxtəm. Bilsə nəyə görə? Birincisi, məsələ bu dünyada hər insan sağ qalmaq üçün çalışır, düzdür? Bəli. Yaşamımızın ən təməl prinsipi necə daha çox yaşaya bilərəm? Necə daha möhtəşəm illər, 80-lər, 90-lar, 100-lər görə bilərəm? Hətta həyata qarşı ümidini itirən bir insan belə İnan ki, həqiqətən istəmir bu dünyadan getsin. Hətta belə bir psixoloji kitabda qeyd var idi. Dünyasını dəyişmək istəyən, intihara hazır olan, pəncərədən özünü atmaq istəyən bir oğlan olur. Və buna psixoloqa xəbər verirlər, həkimə xəbər verirlər ki, bəs bu uşaq gedir də əldən. Səhərə qədər dayanmadan danışır, deyir, belə onu o fikrindən yayındırmağa çalışır. Və oğlan heç bir şey eləmir. Həqiqətən də həmin o pəncərədən düşür, deyir, bəs sənin fikrindən nə daşındırdı da, yəni mən bu qədər danışıram, sən çox qətiyyətli idin. Deyir, mən onu öyrəndim ki,
Əgər bir insan bu qədər saatlarını məni həyatda sağ saxlamağa xərcləyirsə, deməli bu dünyada yaşamağa dəyər. Bəli. Bu mövzunu çox sevirəm. Düzdür, bilmirəm mövzumuzla nə qədər əlaqəlidir, Elə necədir. əlaqəlidir, bəli. Hə, yəni burada bizə nədir? Əslində çox əlaqəlidir. Əlaqəli tərəfi ondan ibarətdir ki, bayaq dedin, etibarlılıq, inam. Mən inanmadığım adama necə gedib onun hansı xidmətini ala bilərəm? Deməli, buradan da bir dənə qəşəng söz əmələ gəldi. Əziz auditoriyamız, əziz bizi dinləyənlər, mütləq baxın, özünüzü satmaq bacarığı. Bayaq o cümlə çox gözəl bir sözdür. Əslində həyat başdan ayağa satış üzərində qurulub. Özünü yaxşı sata bilməyən, təqdim eləyə bilməyən insanın pulu həmişə az olur. Sən əslində hər gün satışla məşğuluq. Gecəmiz, gündüzümüz ətrafımızdakı hər kəsə özümüzü satmaqla məşğuldur. Bəzilərinə çox qəşəng satırıq. Münasibətlərimiz Bu ailəyə də aiddir da, Qumru xanım. eynən uğurlu alınır. Çox qəşəng alınır. Bəzən pis satış eləyirik, aləm qarışır bir-birinə. Münasibətlər alt-üst olur. Həyat zaten satış üzərindədir. Və bizim bu podkastda tam fokusumuzu verib ötürmək istədiyimiz məqam nədir? Şəxsən mənim məqamım ondan ibarətdir ki, əziz və dəyərli xanımlarımız, çünki auditoriyamızın böyük əksəriyyəti xanımlar təşkil edir. Sizə demək istəyirəm ki, məsələn, hünər gedib tarix fənnini öyrənmək deyil və yaxud da hansısa bilgiyə, dataya da data deyək, sahib olmaq deyil. İkinci böyük vacib hünər var. Siz həmişə bunu unudursunuz və təslim olursunuz, məğlub olursunuz. Sonra həsəd aparırsınız. Sonra neqativə düşürsünüz. Sonra içinizdə pis-pis ssenarilər quraşdırırsınız. İnsanlardan uzaqlaşırsınız. Həyatdan deməli küsürsünüz. Hər kəsi günahkar, müqəssir çıxardırsınız. Bir stop eləyin, dayanın. Dayanacağınız nöqtə nədir? Öyrəndin, nə isə yaxşı bilirsən, əla. Bu məsələnin 50%-idir. Düzdür Zülfiyə? Yerdə qalan 50%-i bunu satmaq bacarığıdır. Bizim cəmiyyətimizdə satış məsələsi həmişə dırnaqarası qarşılanır. Alverçiyəm, al ver. Əzim elə adında var da al ver. Almaq, vermək. Bir ara hamımız nədir? Almaq, vermək balansı deyirdik də və yaxud da balans pozulmasın. O 2020-dən sonra başladı da spirituallıq bizə yansımağa. Amma zaten sistem başdan ayağa belə qurulub da. Təbiətdə nə alış-veriş üzərində qurulmayıb ki? İnsan münasibətlərindən gecə-gündüz danışırlar da, münasibət mütəxəssisləri falan. Fərqli-fərqli qollara bölünür. Əslində həyat nədir? Sağlamlıq, pul, münasibətlər. Hamımız çox gözəl bilirik. Mentorun yaxşı tərəfi odur ki, bunun üçünün də fərqindədir və səninlə kompleks məşğul olur. Şəxsən mən çox qürur duyuram ki, özümü də sırf bu üç istiqamətdə səhər, axşam, günorta tərbiyələndirmə prosesindəyəm. Eyni zamanda sabah da bizim başqa bir möhtəşəm bir təlimimiz başlayır. Bunu bir yerdə alırıq. Nə üçün auditoriyamıza daha keyfiyyətli bir perspektivdən yanaşaq, daha dərindən işləyək. Sözümün canı nədir? Özünü satmaq bacarığı. Adi hər gün satışla məşğuluq. Uşağımız nəsə istəyir, deyirsən ki, bu gün get dərsdə yaxşı qiymət alsın, sabah bunu eləyəcəm. Elədiyimiz satış elədik. Hər şey satışdır. Yoldaş, qadın-kişi münasibətlərində kişi özünü möhtəşəm bir şəkildə satır sənə. İşi var, maşını var, eynəkdə, avtomobildə, məsəl üçün fotosunu göndər və yaxud da obyektlərin var, filan var. Baxın, istənilən bir münasibət necə başlayır? Qadın da görünüşü ilə, xanımlığı ilə, məsəl üçün etikası ilə, estetikası ilə, düzdürmü? Satış baş verdimi? Əgər bu satış uğurludursa, evlilik müəssisəsinə gedib çıxır, düzdür? Elə. Və yaxud da nədən danışmayaq ki, sizlər bu tərəfə o qədər səthi yanaşırsınız ki, dırnaqarası, adi, mən alverçiyəm, mən satışla məşğul ola bilərəm. Həyat zaten alverdir, satışdır, bir də networkingdir. Network, əlaqələr, şəbəkələr. Mən şəbəkə biznesində də çalışmışam, səndə də var bu təcrübə. Və baxdım, o iş mənə çox şeylər qatdı. Və sonradan baxdım, gördüm ki, elə həyat zaten başdan ayağa şəbəkədir ki, qadın kişi ailə qurur, şəbəkələşmir, övladların övladları və yaxud da biznesdə bir layihə uğurlu alınır, başlayır. Bu filial, bu birisi fərqli franchising sistemi ilə, düzdürmü? Yəni zaten həyat şəbəkədir, biznesdir və təməl başlayır harda? Üçüncü maddə olaraq qeyd edin. Özünü satmaqdan. Özünü gün ərzində necə satırsan? Yaxşı satıcısan yoxsa pis? Sosial mediada səhifələr üzərində biz mentorluqlar verəndə həmişə xanımlara qeyd edirəm. Sən olsaydın, öz səhifəni izləyərdin. Birinci sual. Yəni bir bax gör ki, yaratdığın kontent izləməyə dəyər bir şey qatırmı qarşı tərəfə? Şəxsən mən boynuma alıram, mənim Instagram səhifəm necədir? Mən orada nə isə
yəni insanlara sadəcə hansı tərəfimi göstərirəm? Mən bir iş xanımıyam. Yəni insanlara fayda verən seminarlarımdır. Buyurun baxın, keçirtmişəm. Yəni özümə bir hesabat xarakterli hazırlamışam. Sağlıq olsun, bundan sonra daha fərqli bir format. Zaten bu podkastın mahiyyəti elə oldu ondan ki, sizə ibarət. xeyir verməyə hesablanıb. Şəhərə köçdüyümdə özümə qoyduğum ali hədəfim YouTube üçün hazırlaşmaq idi. Həmişə də deyirəm ki, YouTube-a görə ölkəsini, şəhərini dəyişən bəlkə yeganə insan mən olaram. Bəli, baxmalısınız. Məsəl üçün, qəşəng tutaq ki, dərzilik bacarığınız var. Bu paltarı tikirsiniz. Hətta belə bir qonağımız olacaq. Çox markalaşıbdır. 2 milyona yaxın izləyicisi var, məsəl üçün. Markalaşıb da, çünki hər bir şeyi dərzi üzərində tətbiq eləyir. Öyrəndiyi hər bir şeyi sırf o kostyumları, geyimləri üzərində brendləşdirir. Bir başqa xanım, məsəl üçün, sən çox ləzzətli yemək hazırlayırsan, sunumun hansı səviyyədədir? Necə təqdim eləyirsən, necə bir fərq qatırsan? İnsanlar bilirsiniz, istismar dövründə sürətli istehlak və əməyin istismarı deyərdim. Baxır 5 dəqiqə, hə, gəzdi səhifədə, hə, okey, keçdi o birisinə. Siz başa düşürəm, bəzən insan yorulur. Elə bizim özümüzdə də yorulan zaman olur. Bilmirsən ki, məsəl üçün sırf materiala fokuslanasan, bilgi edinəsən, yoxsa bunu göstərəsən. Amma bu da bir vərdişdir də, düzdür Zülfiyə? Bəli. İnsan elə bir varlıqdır ki, istəyib də əldə edə bilməyəcəyi, yəni bir şey yoxdur. yoxdur. Bununla paraleldə dəyişdirə bilməyəcəyi hansısa bir vərdiş də yoxdur. Məsələ vərdişdən asılıdır. Blogerlərə baxın, hara getdi, çəkir, paylaşır, yer gələndə çoxumuza qıcıq yaradır. Amma ağıllı insandır. Tutub bu müasir dünyanın nəbzini. Influencerlar, əslində hər birimiz bir influencerıq, fərqində deyilik. Gedirsən, oturursan, deyir, "A, nə qəşəng qələmin var, hardan almısan?" Satışla məşğul olmadım, dedim filan yerdən. Və yaxud da iki müəllim də oturur, deyir, "Halal olsun, ingilis dilində bir dənə müəllim var, bilirsən uşağımı necə Satış oldu, hazırlaşdırdı." oldu. Bəli, zaten influencerlıqla məşğulsan da informasiya ötürdün, məlumat ötürdün. Məlumat biznesi dövrü budur. Nəysə mən çox danışacağam, davam edin. Sən nə Və danış? onu deyirəm ki, bax hər kəs bilir də əslində ki, biz ingilis dilini öyrənməliyik. Amma yenə gedirik ingilis dil müəlliminə müraciət edirik, düzdür? Yəni indi deyirik, dolu çoxdur da, yəni Eynən. informasiya çoxdur və yaxud hər kəs bilir ki, sağlam qidalanmağı bacarmalıdır. Ay sağ ol. Hə, Gülcü amma dövrü. yenə də gedir diyetoloqa müraciət edir və yaxud Eynən. hansısa bir biznesi qurmaq istəyən, biznesmen olmaq istəyən insan hansısa bir biznes təlimçisi və yaxud biznes mentoru axtarır. Ay sağ ol. Bax, Nəyə nəyə görə onlara pul verirlər? Ona görə ki, Bəli, təcrübələrinə. onların məlumatlarını almırlar, nəticəsini alırlar. Nəticə. Yəni burada əsas məsələ informasiyanı əldə etmək deyil, onlar onun transformasiyasını alırlar. Eynən, bəli, bəli, ay sağ ol. Məsələ budur. Mətbəxdə, soyuducuda hər şey var. Amma transformasiyası nədir? 3 baz. Çox sevirəm o. Bəli. O nəticə etibarilə sən istəsən də Dəyişikliyi qoyursan alınmır. ortaya, Ay fərqliliyi sağ ol. qoyursan və səndən o fərqliliyi alır da. Mən ən xoşbəxt olduğum mentorluqlarda hər şeyi potensialı olan insanlardır. Amma yığıb ortağa bir şey çıxarda bilmir. Bax o ortağa bir şey çıxardanlardan gedin möhkəm yapışın. Yəni inansan bir dənə travmamı danışım da bu yaxınlarda başıma gələni danışım və bunu həqiqətən də istəyirəm ki, elə bu lentdə də qalsın. Deməli bir komanda konsultasiyası oldu. Xanım dedi ki, bəs mən istəyirəm ki, sizinlə yolumuz kəsişsin və komandama təlimlər. Mən burada özümə də çox dərs çıxartdım. Yəni insan axı təcrübələrinin məcmusudur. Və zaten görürsünüzmü, təcrübə danışır. Siz mütəxəssislərlə ona görə yol almalısınız ki, sən eləmirsən, o gedib eləyir də davamlı. Bu yolu gedir, görür burada bu maneə var falan filan. Mən baxdım və bir daha gördüm ki, həqiqətən də bizim auditoriyada xidmət sektoruna nə qədər səthi və dırnaqarası hələ yanaşılır. Bu yolda ikimiz də çox güclü mübarizə aparırıq. Efor xərcləyirik və əminəm ki, bizim də həm fikirlərimiz olacaq. Bu o dövrdə həm sələflərimiz, yəni bizi ilə yol davam edən bu sektorda olan insanlar da az deyil. Əminəm ki, onlar da həyatlarının bir yerlərində bu ilə rastlaşırlar. Təsəvvür ki, informasiyanı ötürürsən, bilgi verirsən. Məsələ bilsən nədir? Bunlar təlim almaq istəyirlər. Hərə bir ağla qulluq eləyir. Konsultasiya nədir bilmir bizim auditoriya. Mentorluq nədir mahiyyətini başa düşmür. Seminar nədir mahiyyətini bilmir. Dırnaqarası amma hər şeyi bilirlər. Hə, ay sağ olun. Sonra canım sənə desin, hansısa podkastın mənası nədir bilmir. Və baxıram ki, xidmət sektorunda nə qədər cılız
Və sanki bilirsən 2 saat dayanmadan özün də bilirsən də məndə artıq spontandır. Mən nəyisə qabaqcadan hazırlaşa bilmirəm. Beynimə kodlamışam ki, yəni sən bildiyin hünərli deyilsən, çıx meydana sözlü denə. Ay gedim orada nəsə qeyd Onu eləyim, eləmək gəlim də olmaz. burdan. Nə qədər əzbərləyəsən ki sən onu. Eynən, əzbərçi mütəxəssislər də çoxdur bu arada. Onları Yəni alqışlayıram ki, o əzbərləmə qabiliyyətini. Onlara deyək də mütəxəssis. Mütəxəssis odur ki, o istənilən şəraitdə, hava durumunda, enerjisində, emosiyasında öz sözünü, öz peşəsinin haqqını verə bilsin. Düzdür, mən demirəm, mənəm. Məsəl üçün, gecə-gündüz işini tutdun, bayaq dedik axı, tapdım yolumu. Sənin bütün işin, fokusun bu dünyada necə fayda verici olmalıyam? Hər gün onun üzərində işləməkdən ibarət olmalı. Nəysə, deməli Zülfiyə, mən bunların standartlarına uyğun olmağa çalışdım. Çünki içərisində böyük əksəriyyəti evdar xanımlar idi. Büdcəsi hələ tam formalaşmayan, mentorluqlar, konsultasiya, seminar, hər birisinin fərqli-fərqli qiymət tarifləri var. Düzdürmü? Necə ki gedirsən 5 manatlıq nə deyim, bir dənə nümunə misal çək. 5 manatlıq da bir şey tapa bilərsən, 10 manatlıq da, 15 manatlıq da. Amma eyni telefon şey üzərindən də Və gedir yaxud da də. kofta olsun. Telefon da ala bilər. Ola bilər, bəli. Hansısa bir dəyərlərinə görə qiymət. Bəli, bu da belədir. Seminarın qiyməti var, konsultasiyanın var. Onlayn, offlayn konsultasiyaların fərqli qiymətləri olur. Mentorluqlar bölünür fərqli-fərqli. Və büdcə deyiblər mənə. Büdcə inandırım səni ki, həyatımda bu vaxta qədər eşitmədiyim bir rəqəmdir. Rəqəmin aşağılığı konkret olaraq mənim özümün təhqirinə bərabərdir. Hansı ki, geri dönüşlər, bu boyda mesajlar yazıblar mənə, feedbacklərdə geri dönüşlər. Qorxam, dəhşət, oyandım, belə elədim, nə sistemdir. Çünki həqiqətən can qoymuşam da, dəqiq yol xəritəsi verirsən. Ki bilirsən axı ki, bu araşdırırsan sektoru, bunlar nədə əziyyət çəkirlər və bu yönümdür. Məsələ xidməti almağa gələndə əməyimi kiçiltməkdən başqa mən bir şey görmədim. Rəhbər başqa bir havadadır. O biriləri hərə bir ağıldadır. Bu birlər və mən o halda bildim ki, həqiqətən də hər insana xidmət satmağın adı yoxdur. Adı yoxdur. Və mən bir daha qeyd etmək istəyirəm ki, nə vaxta qədər ki təcrübələrini ötürmək istədiyiniz, yəni təcrübələrindən faydalanmaq istədiyiniz insanlara dırnaqarası yanaşacaqsınız, onların əməyini kiçildəcəksiniz. Sizin də fəaliyyətiniz hər zaman bir başqa yerlərdə elə dırnaqarası nəticələr verəcək. Yəni bir mütəxəssislə yol alırsınızsa, onun əməyinə yüksək dəyər verməyi bacarmalısınız. Çünki o artıq o sahənin bilicisidir. Dəfələrlə o yolculuğu gedir, başı daşdan daşa dəyir. Sən məsəl üçün isti yerində olanda o səhərə qədər oturur, yazır, pozur, bölür, çıxır. Şəxsən mən öz adıma deyirəm, çox enerji xərcləyirəm, çox Qumru efor xanım, çəkirəm. mentorluq təkcə bir sahə deyil də. Bura aiddir liderlik, şəxsi brend, biznes istiqaməti, psixologiyası, sosiologiyası, fəlsəfəsi yeri gəlmişkən. Yəni kompleks bunlar hamısı birləşir və mentorluq çıxır. Bu arada araşdırmalar zamanı o da mənə məyus elədi ki, xaricdə daha çox inkişaf etmiş ölkələrdə deyir ki, hər bir yola çıxan şəxsin bir mentoru var, bir bələdçisi var. Mütləq. Və onlar yəni büdcələrinin çox hissəsini məhz o insanlara ayırırlar. Bizdə deyirlər, az o məndən ağıllıdır. Filankəs mənə ağıl verəcək. Paxıllıq dərhal. Özü son vaxtlar nə eşidirəm? Hə, yoldaşıma deyə bilmirəm. Yoldaşım deyir ki, sən ona verdiyin pulu gəl mənə ver, mən sənə verəyim. Qəribə, mənasız. Yəni görün nə qədər cılız zehniyyətdir. Bilirsən, istənilən cəmiyyəti sütununu yıxan 3 faktor var. Sakit müəllimin bu arada fikri idi, çox xoşuma gəldi. UTP-lə ümumiyyətlə materiallar çox çıxır qarşıma. Onlardan biri dayanır, inanırsanmı? Həqiqətən mən cahilliyin üzərində çox dayanıram. Yəni cahil cəmiyyətlər bəllidir də. Asiya xalqlarına bax, müsəlman xalqlarının aqibətinə bax, Afrikaya bax. Niyə o vəziyyətdədir? Cahil zehniyyətidir. İnsan 2 kitab açmalıdır. Yolunu həqiqətən bilici də insanlarla cızan adamların çevrəsinə düşməlidir ki, bax bu bunu belə elədi. Görürsən mən nə edə bilərəm və yaxud da necə istiqamət. Əksinə əməyi ucuzlaşdırmaq. Yəni həqiqətən də bunu mən bu yaxınlarda yaşayıram və bir daha əmin oldum ki, mənim xidmətim hər insan üçün deyil. İkincisi fakirlikdir. Onların o qıtlıq psixologiyası, qıtlıq düşüncələri, hər şeyə bilirsiniz necə belə aşağı, kasıb düşüncəsinə baxmaq. Məsələn, niyə insan bir dəfə özünə sual vermir də, niyə? Məsələn, bu qədər bilgiliyəm, bu qədər biz araşdırırıq, açırıq, məsələn, məlumat veririk. Bəli. Demək ki,
sadəcə burada belə düşünürəm ki, bəzi insanlarda bir paxıllıq sindromu da var ki, o da meydana Nə danışırsan? Bu daxil bizim olur. ayrıca mövzumuzdur. Bəli, onu Paxıllıq, ayrıca podkastda toxunacağıq. onu, yəni o ürək yanğısı ilə danışacağıq da o mövzunu. Həm Gümrük xanım, insana verdiyi fəsadlarından danışacağıq, həm də ki, onun yəni bizdə artıq bir deyəsən ki, paxıllığa bir kubu, kvadratı var. Nə kvadratı, kubu var. Yəni dəhşət bir şeydir. O qədər hansı deyək, onun üstü yazırdığı 7. Yəni o dərəcədə, hədsiz dərəcədə çoxdur. Və biznesdə, yəni olsun, onsuz da insan elədi ki, qaranlıq kölgə tərəflərdən ibarətdir də, həm müsbəti, işığı var, aydınlığı var. Nə xoş o insanın halına ki, tərəziyə qoyanda o kölgə tərəfi, qaranlıq tərəfi aşağıda qalır, bastırmaq lazımdır. Hamımızda var. Kim deyə bilər? Əslində insan o qədər ağıllı bir varlıq olmalıdır ki, o paxıllıq, neqativ enerjini belə özünə xidmət səviyyəsinə yönəltməyi bacarsın. Paxılam, eləyirəm ki, o sağlam rəqabətə. Aha, bu gün Zülfiyə bu kitabı oxudu. Qoy gedim mən də bunu tamamlayım. Yaxşı şeydə rəqabətə, sağlam rəqabətə gətirib çıxarmalıdır. Dünyada bilsən yaxşı insan kimdir? Əgər heç kəsə ziyan vermirsə, səhərdən axşama qədər niyyətində bir dənə, bəli. O, yəni əla bir şeydir. Biznesdə də bu keçərlidir. Yəni bir insan hansısa bir işi həyata keçirirsə, artıq dünya bilsən kimi axtarır. Özdə həmin dövrə gəlib çatmışıq. Çünki alternativlər hədsiz çoxdur. O dövrdə məhsul qıtlığından insan əziyyət çəkirdi. Mütəxəssis qıtlığından, indi bolluğundan əziyyət çəkir. Deyir, "Ala, bu da var, bu da var, bu da var, bu da var. Hansını seçim?" Bilirsiniz sizi nə vaxt seçəcəklər? Əgər siz dürüstsünüzsə, siz etibarlısınızsa, siz inam, güvən yarada bilirsinizsə, güvən nə deməkdir? İnam nə deməkdir? Etibar nə? Mahiyyətini belə baxanda dənə-dənə bilirsiniz ayrılıqda. Amma bunu işinizə fokuslanıb tətbiq eləyə bilmirsiniz. Məsələn, tutaq ki, bir insan inamı necə formalaşdırmalıdır? Mən inanmıram ki, bax görürsən, inanmıram. Bizim kəlmələrimizdə belə bu sözü tez-tez işlədirik. Həyatımız hər şey inamlarımız, inanclarımız üzərində qurulub. Biznesə bunu götürün, kopyalayıb tətbiq eləyin. Məsələn, Balçı dədə danışmışıq da dəfələrlə. Biri sirkə satır, biri bal satır. O qədər möhtəşəm bir düşüncəni formalaşdıran bir rəvayət, hekayə deyim, nə deyək. Yəni dildən dilə gəlib də. Yəni sən sirkəni sata bilərsən, amma bal dilinlə. Yəni emosional, gəlirik elmə bağlamağa, emosional sonra məntiq. Bəli. Satışı həyata keçirən insan birinci güvən, eyni zamanda emosional bağı qurmağı bacarmalıdır. Çünki insan insandan alır. Yəni bu onsuz da bu mağazada da var, orada da. Onun üçün nə fərqi var ki, insan emosiya yükləyir. Deyir, bu xanım mənə onu elə incəliyinlə təqdim elədi ki, onu qoyub bu birisinə gedə bilmərəm. İnsanlar etibarlılıq istəyir. Və bizdə bizneslər qurulur, insanlar dəyişir model olaraq. Bu gün salam əleyküm, cicim bacım deyən sabah başqa qapıda başqası ilə əməkdaş. Yəni insan vizyonunu formalaşdırmağı bacarmalıdır. Bir obraz yaratmalıdır. Düzdür, həyat paradoksları sevir. Hər şey paradoksdur. Çox şeylər paradoksdur. Belə də olur, elə də olur. Situasiyadan situasiyaya dəyişə bilirsən. Bir şey ki, özün stabil qalmırsan. Amma bir var ki, sən 80% tamamilə dəyişəsən. Bir də var 20% hallarda. Biləsən ki, bu insanın 80% təməli bundan ibarətdir. Gündə bir rol model almır. Belə nüanslar var. Əlavələrin varmı? Keçən dəfə bir xanımla konsultasiya eləyəndə deyir ki, belə çox kobud səslənməzsin, siz motivasiya satırsınız da, belə çıxır. Deyirəm ki, motivasiya satılmır. O nə deməkdir ki, motivasiya? Mən ümumiyyətlə həyatımda motivasiya ən acığım gəldiyi bir şeydir. Çünki nəyə görə? Həmişə deyirəm o sözü. Onu deyirəm, o şara bənzədirəm. Getdi hansısa bir maneə rast gəldi, dərhal partlayır və nə olur? Heç nə qalmır o şardan. Deyirəm, sizcə, yəni siz mentorluğu bu qədər başa düşürsünüz, yəni bu qədər ucuzlaşdırırsınız. İnsan bu yola çıxırsa, mən o da acığıma gəlir ki, baxırsan bəzən 20 yaşında uşaq mentordur, 21 yaşında uşaq yəni mentordur. Sən hansı həyatı getdin, hansı təcrübələr topladın ki, indi sən coach və yaxud mentor kimi fəaliyyətə başlamısan. Mentorun ən birinci background onun yaşadığı bir həyat təcrübəsi olmalıdır. Səninlə bağlı bizim belə bir podkastımız olacaq. Niyə mən Zülfiyəni seçmişəm? Çünki mənə çox tələbələrim yazdı, Qumru xanım, sizdən incimişəm, bizi ilə də apara bilərdiniz bu layihəni və yaxud da onların münasibətlərinin mənə dəyişdiyini hiss elədim. Yəni müəyyən bir auditoriyam var. Amma biləsiz, vaxt gələcək Zülfiyənin o niyə Zülfiyədə dayandım, onu biləcəksiniz. İndi hələ görünən tərəfi məlumdur.
Hər Bir də halda ki, Qumru xanım bir şey deyim, buyur yadımdan əzizim. çıxmamış. Bayaq siz biznes hissəsini danışanda yadıma belə bir şey düşdü ki, TEDx çıxışların birində qulaq asmışdım. Orada Aha. danışırdı ki, deyir deməli bir zavod olur, orada aparıcı maşın, yük maşını xarab olur və bunu da yeniləmək milyonlarla pula bədəl olur da. Zavod deyir sahibi çox əsəb keçirdir. Bütün orada olan maşinistlər gəlir, baxır, heç kəs heç bir şey tapa bilmir də, bunda düzəldə bilmirlər. Bəli. Sonra qərara gəlirlər ki, orada bir qoca mütəxəssis var. Biz ona müraciət eləyək, bəlkə o bilər də illərlə bu maşın mühərriklərinin içində işləyir. Çağırırlar, gəlir, yaşlı insan heç bir şey eləmir. Gəlir birinci başını qoyur maşının bir hissəsinə, qulaq asır. Sonra açır öz o alətlər çantasını, oradan balaca bir çəkic çıxardır. Bir nöqtəyə bir dəfə vurur və bəli, və o başlayır maşın işləməyə. Həllini Deyir tapır. ki, bəli, zavod sahibi sevinir, deyir ki, yaxşı, mən onda sən nə qədər ödəməliyəm? Deyir, mənə Beynində bir də qələm bir ver, rəqəm hə, keçirir, bir qələm ver, bir kağız ver, yazacağam. Mənim işim yazmaqlandır da. Götürür ora yazır $10.000. Zavod sahibi bunu görür, deyir gözləri belə, hə, dəbərür ki, necə oldu da? Sən nəyinə bir dənə deyir çəkici vurmaqla sən məndən 10.000 alırsan? Deyir ikinci kağızı istəyir. Orada yazır. Bir çəkic vurmaq $1. Hara vurmağını bilmək $9.999. Bəli, möhtəşəm. Biz indi bax həyatda o 1% o biliyimizi, yəni arxayın olmamalıyıq. Biz bilməliyik ki, o biliyi hara biz hədəfləyirik. Hara o biliyi vurmağı bacarırıq. Zaten onu bilən insan, düşünürəm ki, özünün o içində, öz ətrafında olanı görən insan heç bir zaman öz həyatında hansısa bir depressiyaya mı, stressə mi və yaxud hansısa bir travmaya bağlanıb da o həyatı yaşaya bilməz. İnsan elə bir varlıqdır ki, insan həmişə fəaliyyətdə olmalıdır. Hətta Doğrudur. 21-ci əsrin iqtisadiyyatı belə insan kapitalı iqtisadiyyatıdır. Yəni insan kapitalı. Yəni insanlar bunları oxuyanda indi daha çox gənclər var da bizim aramızda dinləyənlər. Bəli. Bir araşdırsınlar ki, bu insan kapitalı nə deməkdir? Kapital zaten başa düşülür nədir, amma burada insan faktorunun olması çox qəşəng nədir? bir mövzuya toxundun. Adətən mənə deyirlər, sizin mentorluqlar niyə belə bahadır? Bayaq həmin hekayədir də. Məsələn, sən illərdir səni narahat eləyən, beynini didib parçalayan problemlərlə iç-içə yaşayırsan. İllərdir də. Yəni bu ssenari bitmir. İrili xırdalı pullar səpələyirsən, sağa, sola, hər yerə, amma həllini tapa bilmirsən. Amma mentorluğun adi ikinci həftəsində, heç birinci həftədə, hətta konsultasiya da belə sən dəyişim yaşayırsan və başlayırsan qiymət sorğulamağa. Bəli, mən enerjim çəkmir aşağı tariflərlə nəysə. Çünki həyat zaten istənilən biznes insanı çox yaxşı bilir ki, insan əslində, yəni pul əldə etmək istəyən, pul nədir? Enerjidir. Enerji bizim ən bahalı sərmayəmizdir. Enerjimiz olmasa biz saatlarla danışa bilərik, nəyisə ortalığa çıxara bilərik. Adi Allahın bu qələmini buradan götürüb o tərəfə qoya bilmirik. Sən motivasiya deyirsən, bu zaten motivasiya özü enerjidir. Yəni niyə ki motivasiya özü də gözəl bir sözdür. Sadəcə demək istəyirəm. Daimi olanda gözəl olmur. Daimi elə insanlar var ki, motivasiya axtarır. Ancaq sən onu bir ayılda sən bura qoşulmusansa, motivasiya müvəqqətidir axı. Sən hər zaman eyni enerjidə qala bilmirsən. Həyatın fərqli-fərqli sillələri var, sifətləri var, obrazları var, münasibətlər var. Yıxılmalısan, durmalısan, büdürəməlisən. Əslində, yəni xidmət sektorunda nəyə başlayırsınızsa, kiminlə başlayırsınızsa, xidmət çox dəyərli bir sahədir. Və insanlar yenə bayaq məhsul satışı deyirik ya. Məhsul satışının da təməlində yenə gəlir insana çıxır deyə. Deməli sən xidmət məsələsində çox puxtələşməlisən. O birinci fərqi qoymaq lazımdır ortağa. Sonra gənclər dedin. Bax məsəl üçün Azərbaycan statistikasına nəzər salaq. Adətən iqtisadiyyat yönümlü qəzet və jurnallar var. Xüsusən də Amerikada tez-tez illik, illərin müqayisəli təhlilləri, bu tipli məqalələr qarşıma çıxır. Çünki marağım var, oxuyuram. Deməli orada sorğu göstərilir. Kiçik bir Hollandiya ərazisinin dövriyyəsi, deməli Türkiyə boyda, Azərbaycan ümumiyyətlə yaxınına getmir. Böyük rəqəmlərdən, milyardlardan söhbət gedir dövriyyələrdə və yaxud da şərq xalqlarının ümuminin topasının İsrail büdcəsi ilə müqayisəli təhlili var. Finlandiyanın üzünü deyim. Finlandiya zaten Skandinav xalqları, bataqlıqdan bir ölkə yaransın. Aynən. Təsvir eləyin, təhsil orada. Bu arada oğlum üçün konsultasiya eləyəndə orada məlum oldu ki, sən deməli top universitetlərin bir çoxu da Finlandiyada yerləşir. O da məndə yenə də bir titrəyiş yaratdı ki,
Çünki biz onun tarixini bilirik. Uzun müddət Eynən. Rusun imperiyasının asılılığında qal. Sən bataqlıqdan gəl Ekstremal Zanbaqlar ölkəsinə. iqlimə sahib Bəli. ol, sərt iqlimdə neçə nəfər yaşayır. Bu arada onu deyək ki, Hər gün bir şok şilləsi şimalda yeyirəm mən o Finlandiya haqqında eşidəndə. şimalda yaşayan xalqlar cənubda yaşayan xalqlara nisbətən daha verimli olur da bilirsən, yəqin. Bəli, İqlimin əlbəttə ki, sərtliyi iqlimin əslində sərtliyi. yaxşı bir şeydir. Yəqin biz də İsmayılı torpağı içir. Olar. Sərt. Yəni demək istədiyim nədir? Deməli gənclərə, yaralı yerimizə gələk. Baxın, əgər bir insanın indi deyə bilərlər ki, bunlar ağıllı-ağıllı danışır, bizdə var axı elə sözlər. Ta ki sıfır kapitaldayam, amma müəyyən bir biliyim var. Tapmışam ki, bu mənim biliyimdir. Bacarığım da var. Bəs yaxşı, mən necə sıfırdan başlayım, özümə yol xəritəsi çizim. Bunun üçün biz burada indi hamısını danışmayacağıq, çünki biz proqramlarımızı satırıq. Brend Sən ol mentorluq proqramında təbii ki, bunları öyrədirik. Amma yadınızda saxlayın ki, istənilən bir insan, istənilən zaman dilimində, mən də brend olacağam, mən də tanınacağam deyirsə, inanın ki, mümkündür. Yəni istənilən bir yaş kateqoriyasında fərq eləmir. Birinci olaraq sən bilməlisən. Məsəl üçün, ataq elə müəllim üzərindən. Ta ki, hansısa bir peşəni, yəni riyaziyyat müəllimidir, fizikdir, kimyaçıdır və yaxud da olsun, daha doğrusu bu elmi yönümlüdür, yəni xidmət sektoru. Olsun peşədən. Peşədən dərzi ola bilər, dülgər ola bilər, bərbər ola bilər, fərq eləmir. Düzdürmü? Bir insan öz sferasını, sektorunu müəyyən elədi. İkinci, o sosial mediaya yönəlməlidir. Sıfır kapitalda olan insan nə etməlidir? Sosial media. Sosial işin media orada dediyin, təqdimatını bəli, aparmalıdır. SMM zad deyirlər, sosial media marketinq. Onu da Bəli. bizdə SMM hər adam işlədir. SMM bilirsən nə deməkdir? Onun mahiyyətini, yəni nə bilim, bəzən belə Müasir şeylər dövrün ən əsəbləşir əsas adama. qazanc yollarından biri odur, amma onu düzgün şəkildə ifadə etməyə bacarırsınız. Övladlarımız və yaxud da övladlarımız və yaxud da gənc qızlar, oğlanlar hamı yapışıb dövlətin ətəyindən ki, maaş belədir, rəqəm elədir. Baxın, hal-hazırda Instagram pulsuzdur. TikTok ödənişsizdir. Telegram ödənişsizdir. WhatsApp-ın özü ödənişsizdir. Yəni canım sizə desin, başqa LinkedIn, Süni intellektlərin belə özün müəyyən yerə qədər. xüsusi dizayn proqramları, nə bilim, hərə öz sferasına baxsın da, hamısı pulsuzdur. Səni görünür eləyən bu sosial mediadır. Hər birimizin də fərqli-fərqli çoxlu sayda qəribə-qəribə adlarla, rəqəmlərlə, nə bilim, həsrətindən, fake adlarla açdığımız məsəl üçün səhifələr var. Bu səhifələr sənə xidmət etməyəcək. Əlbəttə ki, etmir. Sən sadəcə başqalarına baxırsan, ya trip atırsan, ya ürək atırsan, ya rəy yazırsan, ya linç eləyirsən, fərq eləmir. Amma sənin gözün açılmalıdır ki, mən bugünkü gündə kasıbamsa, deməli mən müasir dövrü, axı biz müasir dövrdən danışırıq. Müasir dövrdə sıfır kapitaldayamsa, çünki onun bariz nümunəsi özüməm Zülfiyə. Yəni mənim bu vaxta qədər hardansa hansısa bir gəlirim olmayıbdı. Özümlə gecə-gündüz məşğul olan, özünü müəyyən qədər yetişdirən və bu prosesdən hələ də özümü burada görmədiyim, narazı olduğum və bunun üçün davamlı. Çünki insan razı olmaq deyilən bir şey, bayaq dediyimiz kimi arxayınlaşmadır. Arxayınlaşma da ölüm deməkdir. Yəni hərəkətsizlik. Ölən hərəkət eləyə bilir? Yox. Yaşayırsansa hərəkət eləməlisən. Çünki arzu arzunu doğurur, hədəf hədəfi yaradır. Bugün kiçik bir yerdə fəaliyyət göstərsən, sabah ideya yarandı, başqa bir qolu yarandı, o birisi. Dünya belədir. Öyrənmə eşqi heç vaxt bitmir. Bütün markalar, bütün sistem bunun üzərində qurulur. Bu sosial media məsələsi var. Artıq sən vizyonumu seçdin, düzdür? Bunun istiqamətində fərqini qoymalısan ortalığa. Çünki çoxlu sayda sənin rəqiblərin var. Rəqib analizi eləməlisən. Məni rəqiblərimdən nə fərqləndirə bilər? Məni nə qabağa apara bilər? Hansı perspektivdən? Məsəl üçün Zülfiyə ilə mən yer gələndə biz rəqibik, düzdür? Məsəl üçün də ümumi sektor olaraq. Nə olsun ki, məsəl üçün yolculuq mənlə kəsişibdir, amma Zülfiyə bu sektorda onun yəni kitab oxuma bacarığı, o kitablar, həyat bacarığı, o tamam fərqli, həyatın tamam fərqli üzünü görübdür və bu istiqamətdə gedəcək. Bəli, proqramına elə bir şeylər daxil eləməlidir. Və yaxud da Qumru, və yaxud da Leyla. Mütləq fərq qoymalıyıq. Sosial mediada görünür olmaq. Başlamayın bəhanələr yaratmağa. Əgər sən pulu istəyirsənsə, amma çaban sıfırdırsa, pulsuz, yəni özü bəsdir də aldatdın. Nə qədər? Yəni bunun bir limiti olmalıdır. Elə bütün həyatı boyu hamısı yəni
Asan əldən heç bir olmur, Zülfiyə. Heç kəs qapını döyüb deməyəcək ki, ala bu Mümkün problemi deyil. həll eləmək üçün bu pulu sənə Vallahi da verirəm. olmayacaq. Özün. Biznesdə belə tərəfdaşlar belə bir-birlərinə baxırlar. Bunda faydalılıq əmsalı mənə nə qədərdir, nə qədər təşkil eləyəcək ki, mən bununla bir yola çıxım, bu şirkətlə, bu holdinqlə, bu xanımla, bu bəylə, əməkdaşlıqlar belə, insanlar belə, əlaqələr belə. Sən yəni sıfır kapitaldasansa, sosial mediada alacaqsan, yaxşı danışa bilirsən, tut əlində telefonla başla danışmağa. Yaxşı bişirə bilirsən, qoy başla deməli onu bişirməyə. Yaxşı dərzliyi bacarırsan. Hamı şikayət eləyir müştəri bazasının azlığından. Hədəf kütlə deyirlər də, yəni azlığından. Dünyada bilsən ən çətin iş o nədir? Mən ümumiyyətlə bilirsənmi, nəyə önəm verirəm? Bir tələbə gəlir, ta ki mentorluqda, konsultasiyada deyir, Qumru xanım, mən çox savadlıyam əslində. Mən o hünərli deyil ki. Hünər bilsən nədir? 2 dənə adamı üst-üstə gətirməyi bacar. Bir dənə əlaqə qur. İnsanları bir yerə yığmağı bacar. Bunu bacardınsa, vallahi billahi pulun olacaq. Ciddi deyirəm. Elədir. Hazır deyiləm. O mükəmməlliyətçilik damarımı tutur. Yox, bir dənə də bir şey seminardan keçim, bir dənə də bunu oxuyum. Bir də o deyil də, o deyil. Sən öyrəndiyinlə belə hərəkətə keçməlisən. Transformasiya bax odur. Dəyişim odur, evrim odur. Yola çıxmalısan. Və çox acınacaqlı haldır ki, Azərbaycanda cəmi 5% insan sosial medianı qəşəng istifadə edib, yaxşı da qazanclar əldə edir. 95% insan onları izləyir, bütün həyatı boyu hər şeyi qınayır. Hər şeyə qüsur tapır, dolana bilmir. Dünyada hər şey bolluq içərisindədir. Sadəcə efor xərcləməliyik. Başa düşürəm, yorulursunuz, 24 saatı çatdıra bilmirsiniz. Nə bilim, uşaqlara məşğul olursunuz, bu tərəf gedir əldən. Yəni başa düşüləndir. Yəni həyatda dörd-dörtlük bir şey də yoxdur. Hamımız dörd-dörtlüyə də bacarmırıq, mümkün də deyil. Çünki təməl prinsipi bilirik. Həyat birinci düsturu nədir? Balansdır. Yəni bu balans məsələsi. İşi tutursan, bu tərəf düşdü və yaxud da belə. Amma bir də var ki, kəskin belə olsun da. Ən azından bunu 50-lərə, 60-lara çatdıra bilərsən, 70-lərə lap çatdır, 65-ə çatdıra bilərsən. Amma əksəriyyət bizdə planlama sıfırdır. Ona görə deyir ki, çox işləyirəm, mən çox işləyirəm, başa salaram. Deyirəm, çox işləmək önəmli deyil. Nə olsun, fəhlə hamıdan çox işləyir. Onda gəlir fəhlə milyoner olsun. Burada 2 dənə söz qarşımıza çıxır. Hansı sözdür? Həmişə sizə hansı bir fikri ötürmüşdük. Əslində bu da Brian Tracy'nin texnikalarından biridir. Çox sevirəm, özümüzünkiləşdiririk də. Məsəl üçün, onun çox qəşəng bir fikri var. Deyir, əhəmiyyətsiz çoxluqlarla yaşayan insanlar, vacib azlıqlarla yaşayan və formalaşan insanlar. Gün ərzində sən dəli divanə kimi onu da qaç, bunu da elə, bu birisini də elə, dayanmadan, yekunda əldə eləyəcəyin nəticə yoxdursa, heç bir. Demək ki, sən həyatını əhəmiyyətsiz çoxluqlarla keçirirsən. Sosial media əhəmiyyətsiz çoxluqdur. Baxırsan, cavan uşaqlardır. Sən dərk eləməlisən, ümumiyyətlə dərk elətdirməliyik öz övladlarımıza ki, sənin əlində pulsuz resurs var. Bunu elə istifadə eləməlisən ki, sən gecən-gündüzün əlindəki telefonu qəşəng idarə eləmək olmalıdır. Hamımız sinəp şəkillərindən istifadə edirik, effektlərdən. Götür bu telefonu, qəşəng onun içalatını öyrən ki, necə eləm əlimdə 5000-lik iPhone gəzdirirəm. Çox haramdır o iPhone-u 5000 əlimdə gəzdirmək. Mən də bu aralar iPhone-u yaman brendləşdirirəm. O da brenddir məsəl üçün. Yəni də ən çox bizdə gördüyümüz məsələ budur da. Sən narahat olmalısan ki, mən bu telefonu almışam. Bu telefon mənə xidmət eləməlidir. Yüksək perspektivli şəkilləri çəkməyə, video rolikimi, hazırladığım məhsulu sunum eləməyə, düzdür? Əlbəttə ki. Əla. Onda sən özü hünərli deməlisən. Yəni çox vacibdir. Biz siz gənclərimizlə də məşğul olmuruq. Övladlarımıza deməliyik, aşılamalıyıq. Hələ bizim beynimiz sosializmdə qalıbdır. Kapitalizm zehniyyətinə gətirməliyik. Kapital münasibətlərində yaşayırıq. Kapital münasibətlərini də başqa cür başa düşürlər. Qumru xanım, bizim cəmiyyətdə bəzən bilirsiniz nədir? Mən pul deməkdir, qazandım. Dərhal qaçım, gedim özümə ən bahalı telefon, ən bahalı maşın. O demək deyil. Əldə etdiyin kapitalı başqa bir işə yatırım qoymalısan. Kapitalizmin mənası məhz budur. Bu arada onda sizə qeyd edeyim ki, adi bir xaricə oxumaq, qərbdə oxumaq, təhsil sistemi, bu aralar çox o
təhsil sistemi ilə maraqlanıram, araşdırıram. Çünki bilirsiniz ki, mənim o araşdırma, müşahidə qabiliyyətim Bəli, özümdə ən çox Super. tərbiyələndirdiyim o qabiliyyət odur. Çox sevirəm. Nə çıxdı qarşıma ki, yəni onlar deyir ki, bu dəqiqə bizim ən ümdə dediyimiz o Harvard Universiteti, Oxford, olsu, busu, deyir ki, mənə vacib deyil ki, sənin uşağın başında 1 milyonluq bilik var. Aha. Mənə sən denən ki, sənin uşağın hansı bacarıqlara və qabiliyyətlərə sahibdir? Sənin uşağında liderlik qabiliyyəti varmı? Sənin uşağında sosial bacarıqlar varmı? Eynən. Sənin uşağın idmanla məşğul olurmu? Hətta sizə deyim, gəl onların qoyduğu o yüksək balıyıq, onlar ona önəm vermir. Baxır uşağın backgrounduna, arxa fonuna, orada nələr var? Fəaliyyətlər, aktivitetlər. Fəaliyyətlərinə var. Eynən. Bir də elə insan var, bayaq dediniz ki, o 5000'lik iPhone var da əlində. Elə insanlar da var ki, özündə olanı özündə axtarmır, ətrafında axtarır. 5000'lik iPhone-u görmür ha. Başqa bir şey ki, mənə inkişafa aparsın. Yadınızda bir dəfə hekayə danışmışdım, Hind çayı sahilləri. Biz bilirik ki, həmişə orası, yəni bol torpaqlar, bol sərvətli torpaqlar olur. Deyir, hamı ora gedir ki, sərvət qazanmağa. İbn Habət adlı bir şəxs də deyir, çox imkanlı olur. Hər şeyini satır, bu da qoşulur həmin cəmaata da. O qədər xəbərdən təsir olur ki, yəni mən də deyir gedirəm ora pul qazanmağa. Gedir, görür ki, yox da, həmin bir şey deyil. O qədər özünü elə bir ki, travma yaşatır, depressiyaya düşür ki, atır özünü Hind çayı sahilinə, boğur, öldürür. Və onun torpağını, ərazisini satdığı o mülkü alan şəxs bir gün həyatda gəzərkən görür ki, gözünə nəsə belə bir parıldayan bir cisim dəyir. Götürür onu, gətirir, qoyur evin ən qəşəng yerində ki, belə parıltısı onu cəlb eləyir də. Evinə bir gün bir müdrik adamı dəvət eləyir, adı üstündə müdrik. Müdrik adam deyir ki, əslində sənin bu daşlar var ha, bu daşlar almazdır. Yəni baxın indi illərlə o mülkdə yaşayan o şəxs o almazları görməyib, gedib Hind çayı sahilində almaz axtarışına çıxmağa. Əslində bizim özümüz də elə daxili potensialımızı, öz bacarıqlarımızı, öz biliklərimizi, əlimizdə olan o iPhone deyək, nə bilim başqa bir texnika deyək, bir sərvəti görmürük. Deyirik yox, məndə o da olsa yaxşı olacaq. Mən əminəm ki, bunu da alsam, bunu da eləsəm. Yəni o deyil. Hər kəs əlindəki olduğunu doğru istifadə etməyə bacarmalıdır. O da yaralı bir məsələdir ki, yəni insan ancaq necə deyim, azlığa meylli, yəni əlindəkini görmür və davamlı fokusu başqa bir yerdədir. Bilirsən, mövzu o qədər dərindir ki, biz bunu saatlarla danışmaq, yəni növbəti podkastlarda bəli, hətta 2-3 hissəyə də daxil edə bilərik. Çünki insan həyatının reallığından biri puldur, biznesdir, karyeradır, öz sahəsini tapmaqdır, biliyini, bacarığını pula çevirməyin yollarıdır. Sadəcə burada birinci podkastımız maarifləndirici yönümlü olsun istədim. Artıq siz dərk eləməlisiniz ki, Sabirin əcnəbi seyirə balonlarla çıxır, biz avtomobil minməyirik. Çox sevirəm də, yəni bunu hər şeyə yapışdırıb tətbiq eləmək olar. Yəni siz əlinizdəki telefonları, müasir dövrün satışını təqdim eləmə bacarığını bilməlisiniz. Dünyada, Amerikada və digər inkişaf eləmiş Avropa ölkələrində artıq xidmət sektoru PayPal və digər proqramlar dəstəkləyirsən, $20 rahatlıqla ödəyib o PDF-i ala bilirsən. Xüsusi beynəlxalq proqramlar var, saytlar var. Bizdə isə hər şey pulsuz, hər şey pulsuz. Gedim oradan da, buradan da olmur. Bir də ki, yadımızda saxlamalıyıq. Yəni pulsuz bir şey, adi özün də bax da, süni zəka alətləri belə tortun bir dilimini sənə pulsuz verər. Hamısını verə bilməz. Təklif edir. YouTube'un özü belə, istənilən bir platforma belə. Yəni bu həyat bundan ibarətdir. Özünüz bilməlisiniz ki, dağınıq hər yerdə olmaqla deyil. Birinci nə istədiyi bil, peşəvi tap, sonra onu görünür elə. Doğru insanlarla yol al. Doğru mütəxəssislərə müraciət edib, qəşəng onu mənimsə, necə ki geyimə pul verirsən, necə ki yəni gödəniyyətliyik də, hər şey yeyirik. Kim deyib ki, gün ərzində sən 3 dəfə yeməlisən? Onu belə beynimizə işlədilər, 5 dəfə. Necə ki buranı, yəni qidalandırırıq, bura da lazımdır. İndi onu niyə deyirsiniz ki, indi onu anlayan insanlar, onu özü eləyə bilmir, gedir diyetoloqa pul verir. Deməli qarşı tərəf ağıllı oldu mu? Satışını elədi və strategiya qurdu, təqdim elədi. Sən neynədin? Bəli. Amma sən itirdin. Zaten bu podkastı da dinləyənlər necə olacaq? Bir qrupu dinləyəcək, belə, bir qrup isə hərəkətə keçəcək. Nə olardı ki, hərəkətə keçənlərin sayı çox olsun, amma biz bilirik də dəqiq düsturu. Cəmi 20% bundan təsirlənəcək. Təsirlənənlər mütləq rəy bölümündə yazsınlar. Nələri götürdülər, nə düşünürlər. Əgər təsirləndisə, mütləq yazsın ki, konsultasiya. Bu sözü yazsın.
Bəli. Biz zaten YouTube üçün bu üstünlükləri yaratmışıq ki, YouTube auditoriyamızdan bizə gələnlərə fürsətlər yaradacaq. Baxın, ilk dəfə konsultasiyalarımızı məhz YouTube-dan bizə ilk dəfə yazanlara ödənişsiz şəkildə edəcəyik. Görək onun hansı biliyi var, hansı bacarığı var, hardadır boşluqları, nəyi alındıra bilmir, bunun üçün nə dərəcədə iddialıdır, nə qədər hədəf qoyubdur. Çox vacib nüanslardır. İnşallah müraciət eləyərsiniz. Onu da qeyd eləyək ki, hər şeyi dövlətdən, cəmiyyətdən gözləmək lazım deyil və qarşılarına çıxan, bax bu müasir dövr deyirlər, süni intellekt, nə bilim, texnologiya dövrü, informasiya dövrü. Bəli, onu da etməklə onlar artıq öz həyatlarının dəyərlərini tapa bilərlər. Bəli. Və bəli, siz də dediyiniz kimi özlərinin tapan insanlar hətta şərt də yaza bilərlər ki, məsələn bax bizdə belə idi, biz yol aldıq kimdənsə və yaxud necəsə elədik, bunu əldə etdik. Başlamaq lazımdır. Başlamaq lazımdır. İnsanın ən böyük sərvəti başqa bir insandır. İnsanı hərəkətə gətirən həmişə başqa bir insandır. Sizdə hər şey ola bilər, amma nəticə ürək açan deyilsə, mütləq gedin o başqa bir insanı tapın və o insandan möhkəm yapışın, onun təcrübələrindən. İnsanlar əslində pulu təcrübələrə yatırırlar. Təcrübəli insanlara pul xərcləməkdən çəkinməyin, öyrənin, dərinləməsinə. Mən əminəm ki, vaxt gələcək. Necə ki, Amerikada çox möhtəşəm o böyük coşqu ilə keçən seminarlar olur. İnsanların ortaq beyinlə bağlı yəni əyləncəni demirəm. Çünki mən beyin adamı, ürəyim gedir, yəni çox sevirəm ki, insanlar maariflənsin, öyrənsin. Özüm də çox həddindən artıq istəyirəm ki, bu yönümlü aktivitetlər edin, fəaliyyətlərlə məşğul olun. Bazar günü seminarımız var. Yəni mən əminəm ki, bizdə də məhz elə bir gün gəlib çatacaq ki, bizim də auditoriyamız, insanlarımız həqiqətən də o seminarlarda izdihamı görəcəyik. İnsanlar üst-üstə düşəcək ki, gedim bu seminar var, orada mən öyrənməliyəm nəsə, həyatıma gəlib tətbiq eləyəcəm nəsə. Nəinki filan kəs mənə nə ağıl verəcək tərzində. Mütləq ən azından hətta ən keyfiyyətsiz kitabda, ən keyfiyyətsiz filmdə, ən belə standartlarınızdan aşağı olan hansısa bir mütəxəssisdə belə nəsə tapacaqsınız ki, bir mesaj öyrənəsiniz. var. Bəli, o mesajı araşdırmaq, tapmaq öyrənmək lazımdır. Belə mövzumuz müasir dünyada biliyi və bacarığı pula çevirməyin yolları idi. Ümidvaram ki, sizə faydalı oldu. Zülfiyə, bacardığımız qədər nələrsə ötürməyə çalışdıq. Maarifləndirdi. Növbəti podkastlarda davam etdirəcək, daha da spesifik yanaşıb xüsusi qolundan danışacağıq. Siz də bəyəndinizsə, qeydlərinizi aparın. Bayaq qeyd elədiyimiz kimi konsultasiyalardan ilk dəfə, yəni təkrar yox, ilk dəfə kimlər ki bizi izləyir, konsultasiya sözünü yazsın, onlara fürsətlər yaradaq, yol alaq, Azərbaycan xanımı, Azərbaycan auditoriyası üçün faydalı olmağa davam. Şərh yazmağı, like qoymağı və öz düşüncənizdə olan insanları ötürməkdən vaz keçməyin. Bəli, bəli. Bizim kimi kontentləri artırın ki, sıralarımız çoxalsın. Uğurlar arzulayırıq sizlərə. Hələlik, görüşərik.